Təsəvvür et, ölüm anı gəlib çatıb. Canın xəstə yatağında uzanmısan. Nəfəsin də çətinliklə gəlir gedir. Halın yoxdur, hərəkətsiz dayanmısan. Övladların dayanıbdı baş ucunda. Yorğun-yorğun gülümsəyirsən onlara. Xəyalların, arzuların vardı sənin. Lakin ölüm son qoyur bu arzulara. Uca Allah bizi ölümsüz yaratmayıb. Hamı bir fani dünyanı tərk edir. Ölənlərdən baxıb ibrət almalısan. Budur həyat, bir gün gələn, bir gün gedir. Deyin görüm, kim özü ilə nə apardı? Hanı maşını, hanı adamın ev-eşiyi? Qəbr evinə ağ kəfənlə köçən zaman, nəyin varsa qoyub gedirsən hər şeyi. Bir gün baxırsan ki, qiyamət günüdür. Rəbbin səni dirildibdi, oyanmısan. Hər kəs axın-axın məhşərdə toplanır. Hamı kimi sən də orada dayanmısan. Ətrafında nə dostun, nə tanışın var. Tanımadığın insanlarla bir yerdəsən. Baxırsan ki, hər kəsən öz hayındadır. Orada aciz hiss edirsən özünüsən. Növbə-növbə sorğu-sual başlayacaq. Hamı kimi sən də hesab verəcəksən. Sən, ey qulum, bunu niyə belə etdin? Allah soruşacaq, cavab verəcəksən. Zərrə qədər yaxşılığın varsa əgər, tərəziyə qoyulacaq, çəkiləcək. Günahlar da tərəzinin bir gözündə. Günah ağır gəlsə, belin büküləcək. Sən etmisən bu pisliyi özün özünə. Deyilmişdi, etmə haram, sən elədin. Üstəlik bu haramları edən zaman, burada nə var, Allah bağışlayar dedin. Sən həyanı, əxlaqını itirəndə, bilirdin nəzarət edir sənə Allah. Günah içində yaşayırsan, sonra demə ki, cəhənnəmi rəva bildi mənə Allah. Etdiyimiz əməldəndir başa gəlinən. Hər kəs öz nəfsin qınasın buna görə. İnsan təqvalı, ixlaslı olsun ki, üzülməsin qazandığı sona görə. Qardaşlarım, gəlin istiğfar eləyək, tövbə edək, haramlardan uzaq qalaq. Allah bizi əfv eləsin, bağışlasın, hamılıqla axirətdə xoşbəxt olaq.